Veylun lillikulli humezetin lumeze. Deyir, bu adamlar adeten onlardılar ki, nedir? Ellezi cəmə'ə malen və addədə. Bunlar dünya hərisləridirlər. Dünyaya həris olarlar. Belə insanlar, bu şər, tohin atan insanlar, qeybət eləyən insanlar, başqalarının nüfuzuna xələl gətirən insanlar, başqalarını gözdən salmaq istəyən insanlardır. Kimlərdir? Bunlar dünya malına həris olan insanlardılar. Bunlar toplayarlar, mal yığarlar. İşləri, gücləri pul toplamaqdır. Hətta deyir, bunlar oturarlar, pul saymaqdan ləzzət alarlar. Deyir, bunların hədəfi pulu yığmaqda, öz yaşayışların təmin eləməkdir. Pulu bir yerə toplayıb, pulun onları əbədi saxlamağına inanclarının olmasıdır. Yəni, bunların tohidində problemi var. Bunlar deyəndə hamımız gedir ya, onun içərisində konkret şəxs haqqında fikirləşməyək. Bir dəfə deyir, ağalardan birinə gəlirlər, məscid əhlindən biri şikayət edir. Deyir ki, filanı mən pulumu alıb, borcu alıb məndən və ya pulumu alıb qaytarmır. Nə qədər deyirəm, xeyri yoxdur. Və hamı da bilir ki, bu belədir. Mümkünsə bu muizədə buna bir dənə işarə elə, bəlkə bu ibrət götürər bundan. Bu namaz qılan olduğuna görə, ibadət eləyən olduğuna görə cəmaatın abrını aparır. Bu ağa da az çox bunu tanıyır. İndi başlayır muizədə deyir ki, bəs başqalarının malını alıb yemək olmaz, haqqın nəs var, ödəmək lazımdır. Deyir, bunlara çoxlu təzəkkür verir. Deyir, elə ki, deyir, namazdan düşdüm, adam da oturub burada, sözü ona deyirəm. Girdi qolma, ağa, əcəb dedin ha bu sözü. Bilirsən nə qədər belə adamlar var. Yəni, bu adam eşitdiyi sözü özündən başqa hamıya aid elədi. Amma hədəf onun özü idi. İndi Quran ayələrini oxuyanda da biz ilk növbədə gərəkdir özümüzə baxaq ki, görə bu ayənin hansı hissəsi bizə aiddir. Belə fikirləşməyən məndən başqa hamıya aiddir. Ona görə hər birimizdə ki, o vara, dövlətə hərislik bu qədər nədir? Gərəkdir biz özümüzü ondan qoruyaq. Şəhid rəhbərimizin gözəl bir sözü var. Deyir ki, pul layiq anniz ki hədəfi zindəgi başəd. Deyir, pul ona layiqdir ki, yaşayışın hədəfi olmuş olsun. Məqam, güc, qüdrət acizdir ki, bizim yaşayışımızın hədəfi olsun. Ağa buyurur ki, hədəfi zindəgi bəndəciyəz. Gözəl ifadədir. Tərcümə eləyəndə effektini itirir bu. Bəlkə də biz o cür tərcümə eləyə bilmirik. Deyir ki, bəndənin yaşayışında hədəfi, insanın yaşayışında hədəfi bəndəlikdir. Allaha bəndəlik. Layiqli bəndəsənsə, layiqli də yaşayacaqsın. Deyir, onun yolu da nədir? Təqvadır. Təqvayı ilahidir. Allahdan qorxmaq, Allahın buyurduqlarına ciddi rəayət eləməkdir. Ona görə deyir ki, inni silmun lima sağlaməkum. Hər kəs ki, sənlə sülh eləyə, dostluq eləyə, ilahi biz də oyla dostluq, biz də oyla sülh eləyirik, biz də oyla bir yerdəyik. Və hərbun lima harabəkum. Hər kəs sənlə düşməndir, biz də oyla düşmənik. Dostluğumuzun və düşmənçiliyimizin hədəfi sənsən. Aydındır. Dostluğumuzun, düşmənçiliyimizin hədəfi maddi maraqlarımızdır. Dostluğumuzun, düşmənçiliyimizin hədəfi dünya işləridir, dünya məhəbbətidir, milli mənsubiyyətimizdir, həm yerli olmağımızdır, qohum olmağımızdır. Fəqət sənin rizayətindir. Ona görə deyir ki, baxaq görə əgər biz də mala, pula bu qədər hərisik, deməli biz də o vay olmuşlardanıq. Vaylun likulli huməzətin luməzə. Əslində insanı qeybət eləməyə təhrik eləyən nədir? Dünya maraqlarıdır. Qarşı tərəf ki, sənin maraqlarına cavab vermir, səni təmin eləmir, hadi başlayırsan onun pisliyinə danışmağa.
Bəs maldır, sərvətdir, dünyadır insanı zinadan şiddətli olan o qeybətə təhrik eləyən. İmam Xümeyni rəhmətullahi aleyhə deyirlər ki, bunun görüşünə bir dəstə adam gəlir. Deyir, buyurun, əyləşin, hörmət göstərir ora. Bu böhründəkilərdən biri gəlir, deyir ki, ağa, bunlar sənə qəbul eləmir, ha. Bunlar vilayəti qəbul edən adam deyirlər. Bunların baxışları başqadır. Yəni, sənin vilayətdir. İmam buyurur ki, məyər mən üsulü dinlənəm ki, məni qəbul eləməyən kafir olmuş olsun. Eləmir, fikir ayrılığı var. Oturarıq, danışarıq, müzakirə eləyərik. Baxın, yanaşma budur ya. Məni qəbul eləmirsə adam deyir, bu yoxdur. Din məntiqində, İslam məntiqində bu anlayış yoxdur. Ona görə deyir ki, baxaq görək biz də o pulları çin-çin yığıb, ondan sonra onları saymaqdan ləzzət alırıqsa, biz də o veylun likulli huməzətin luməzəhdənik. Sonra buyurur ki, ayənin davamında buyurur ki, Əlləzi cəmə'ə mələn və əxlədə. Onlar deyir, pulu toplayırlar, yığırlar, elə bilirlər ki, onların pulu onları neynəyəcək? Əbədi saxlayacaq. Yəhsəbu ənnə mələhu əxlədə. Onlar elə güman edirlər ki, pul onları əbədi saxlayacaq. Yəni, pulun varsa sən ölümsüzsən. Pulun varsa sən toxunulmazsan. Pulun varsa sənin hər şeyin həll olub. Amma ayə buyurur ki, elə deyir, kəllə la yumbədənnə fil hutəmə. Heç vaxt elə, kəlla ərəb dilində şiddətli yox deməkdir. Yox, ola bilməz. Bizdə deyərlərə ifadə var. Bir var yumşaq deyirsən, deyir, elə ola bilməz. Bir də təkidlə deyir, yox, elə ola bilməz. Bu ayə kəllada ona nisbətdir ki, yoxdur. Pul o deyir ki, səni əbədi saxlaya bilsin. Pulun, varın, dövlətin missiyası ondan ibarətdir ki, səni azdırsın. Gərək onunla münasibəti elə qurasan ki, sən onu idarə eləyəsən, o səni idarə eləməyə.